Zamanla Heydər Əliyev prospektində tam yolun kənarında Abşeron City yaşayış kompleksində sizlərə belə bir gözəl çox mərtəbəli binanın orta mərtəbəsindən qanuni 2 otaqlı və 2 otaqdan 3 otağa düzəlmə belə bir gözəl bir proyektdə mənzil çəkib təqdim edirəm dəyərli izləyicilər. Hər vaxtınız xeyir olsun. Təqdimatımızı başladım. Evimizin gördüyünüz hissə qonaq otaq hissəsindən başladım. Evimizdə gördüyünüz bütün əşyalar hamısı demək olar yenidir və mənzilimiz əşyalı satılır. Qiymət də çox gözəl bir qiymətdir. Yəni Abşeron City-də bu qiymətə belə bir əşyalı, belə bir proyektdə mənzil demək olar ki, yoxdur. Etsin bəy, zəhmət olmasa yaxınlaşır. Evimizin dəhliz hissəsini təqdim edeyim. Geniş ölçüdə eyni dəhlizimiz var. Hamam otağını sizlərə göstərəcəm. Hamam otağını geniş gördüyünüz kimi duş kabinə kimi hamısının yerləri var. Bütün aksesuarlar və çox genişdir. Çöl giriş qapısıdır. Burada da yerləşir kollektor sistemi, hamam otağı isti poldur. İstilik sistemləri kombidir, radiatorlar bütün otaqlarda quraşdırılıb tam təchizatlıdır. Evimizin geniş ölçüdə olan yataq otağımız var. Yataq otağında da gördüyünüz bütün avadanlıqlar hamısı qalacaq. Bütün dediyim kimi radiatorları var. Mənzildə bütün kommunallar mövcuddur. Qaz, su, işıq daim fasiləsizdir. Və burada yerləşir evimizin mətbəx hissəsi. Niyə deyirəm, gözəl bir proyektdir? Bütün otaqların, pəncərələri var, dəyərli izləyicilər. Görə bilərsiniz, paltar yuyan, bütün elektronikalar hamısı qalacaq və buradan belə bir eyvanımız var. Bir yaşa bir mənzildir. Alıb rahatlıqla 550 manat, 600-ə kiraya verə bilərsiniz. Kombini də görə bilərsiniz və burada da bir kiçik uşaq yataq otağımız var. Görə bilərsiniz, burada da belə bütün hamısı radiatorlar quraşdırılıb. Binamızın geniş müasir sürətli lifti var. Yeraltı və yerüstü avtomobil dayanacağı mövcuddur. Start qiymət 105 min manatdır, dəyərli izləyicilər. Real alıcıya biz tərəfdən gələn endirim gözlənilir. Əlaqə nömrəm 077 717 91 90. Sizlərin də satışda əmlakınız varsa bizlərə müraciət edə bilərsiniz. Bu günə bu qədər. Sağ olun, salamat qalın.